budur məktəbin binası. Ermənilərin dağıtdıqları Tux kəndinin məktəbi. Görün nə günə qoyub. Sonra da deyirlər ki, Tux kəndi erməni kəndi. Erməni kəndi olsaydı bunu dağıdardı. 44 günlük vətən müharibəsi nəticəsində 30 ilə yaxın davam edən erməni işğalından azad olunan Xocavənd rayonunun Tux kəndinə gələn insanlar ziyarətinə birinci bu uçuq erməni barbarları tərəfindən dağıdılmış binadan başlayır. Səbəb odur ki, həyatının əsasını mənəvi dəyərlər təşkil edən adamlar üçün bu məkan müqəddəsdir. Çünki bura həmin dəyərləri yaradan, onları ömürlərin mahiyyəti və mənasına çevirən məktəb olub. Tuğda ona qədər həmən Rus-Avropa məktəbinə statusu verilənə qədər molla mədrəsəsi olub. Yəni mədrəsədə də dərsi tədris eləyən adam sonradan elə həmən məktəbin direktoru təyin olunmuş Mir Mehdi Xəzani olub. Tuğun mədəni inkişafında, Tuğun təhsillənməsində onun rolu misilsiz olubdur. Və 1885-ci ildən fəaliyyət göstərən, 20-ci əsrin əvvəllərində dahi Üzeyir Hacıbəylinin də müəyyən müddət işlədiyi Tux kənd Rus-Tatar məktəbi hər zaman dünyaya belə insanlar bəxş etmişdi. Bu məktəbin Sankt-Peterburqda, Qoridə, Fransada təhsil alan məzunları 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və qurulmasında müstəsna xidmətlər göstərdilər. Təkcə onu vurğulamaq kifayətdir ki, 1918-ci il mayın 28-də Cümhuriyyətin müstəqilliyini rəsmən elan edən Milli Şuranın İstiqlal bəyannaməsinə səs verən 26 üzvündən ikisi Xudadat bəy Məlikaslanov və Cavad bəy Məlikiqanov Tux kənd Rus-Tatar məktəbinin yetirmələri olublar. Tux kəndində qədim nəsillər var. Yəni bunlar Cahangirovlar, Cahangirbəyovlar, Məlikiqanovlar, Məlikasłanovlar. Buradan çox görkəmli insanlar çıxıb. Azərbaycanımızın deməli ictimai, siyasi, mədəni həyatında çox önəmli yer tutan, çox böyük xidmətləri olan, çox böyük töhfələr vermiş görkəmli şəxslər çıxıblar. Mənim babam da Bakı şəhərində Mirzə Əli Əkbər Sabirdən təhsil almışdı və onun tələbəsi idi. Azərbaycan Demokratik Respublika dövründə Bakı Kəndlər Birliyinin, yəni Balaxanı, Suraxanı, Kürdaxanı, Məştağı kimi Kəndlər Birliyinin polis rəisi işləmişdi. Hətta mən sizə deyim ki, mənim babam Məhəmməd Cahangir Nuru Paşanın dövründə həmən polis dəstələrinə də rəhbərlik edib. 1920-ci il aprelin 28-də Bolşevik Rusiyasının 11-ci Qızıl Ordusu müstəqil Azərbaycanı işğal edəndə Məhəmməd Cahangirin dayıları Xudadat bəy Məlikaslanov və Cavad bəy Məlikiqanov ona Tux kəndinə qayıtmağı israrla məsləhət görürlər. Məhəmməd kişi kəndə qayıdır, yerli cəmaat onu kolxozun sədri seçir, amma o mübarizəsini dayandırmır. Məhəmməd kişi də ki, o vaxt Samballı, sədrci də, kolxozun sədri idi. Cəfər Cabbarlı da onunla tanış olmuşdu. Onunla tanış olandan sonra 1905-ci il əsərini elə onunla yazıbdır. 1934-cü il oktyabrın 15-də Cahangirovlar ailəsində dünyaya göz açan Niyaz Cahangirov məhz belə mühitdə böyümüşdü. Ailə ocağında aldığı tərbiyə ona pak mənəviyyat, azad ruh, istiqlal və vətən düşüncəsi vermişdi. Bu səbəbdən onun yaşadığı ömrün hər anı, nailiyyətləri, məhrumiyyətləri yalnız və yalnız vətənlə bağlı olub. Niyaz Cahangirovun həyatı vətənin, onun ayrılmaz parçası olan Tux kəndinin həyatıdır. Çünki Niyaz Cahangirovun özü vətən adamıydı. Mən 14 il Azərbaycana başçılıq eləmişəm və Dağlıq Qarabağ Muxtariyyatının 23-cü ildən yaranmasının tarixini çox yaxşı bilirəm.
Bu Dağlıq Qarabağa muxtariyyət verilməsi Azərbaycanın başına bir bəla olub, bilin, 23-cü ildə. Düzdür, o vaxtları Azərbaycanın rəhbərləri buranı Ermənistana vermək istəyirdilər. Azərbaycanın rəhbərləri çalışıblar və nəhayət də nail olublar ki, bu qalsın Azərbaycanda. Qalmalıydı, amma muxtariyyət yox. O muxtariyyət, 23-cü ildə verilən muxtariyyət Azərbaycanın içinə qoyulmuş bir bombadır. Havasa bu partlamalıydı. Amma Sovet hakimiyyəti vaxtı bu dəfələrlə qalqıbdır. Bu 19-cu əsrdə və 20-ci əsrin əvvəllərində Rusiya imperiyasının həyata keçirdiyi ermənipərəst siyasətinin 20-ci əsrin ortalarında Bolşevik kommunist adı altında pərdələnmiş formada davamı idi. Bunun nəticəsində milli tərkib arasında fərq ermənilərin xeyrinə dəyişməyə başladı. O cümlədən 1923-cü ildə süni olaraq heç bir əsası olmadan yaradılan Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində də, o cümlədən bu vilayətin ərazisinə daxil olan Tuğ kəndində də bu özünü qabarıq şəkildə biruzə verdi. Və Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində bütün idarəetmə orqanlarında demək olar ki, Azərbaycanlılar təmsil olunmurlar. Azərbaycanlılar orada təmsil etməyi qoymurlar. Azərbaycanlıların ümumiyyətlə Dağlıq Qarabağın ictimai, siyasi, mədəni həyatında fəaliyyəti tamamilə deməli qadağan olunmuşdur. Mərkəz Azərbaycan xalqına qarşı bir növ sürünən gizli soyqırımı siyasəti yürüdürdü. Azərbaycanlılarla əlaqəli olan nə vardısa hamısı hədəfdə idi və məhvə məhkum olunmuşdu. Ötən əsrin ortalarında Azərbaycanlı yaşayış məntəqələri müxtəlif adlarla ləğv edirdilər. Məsələn, bizim Xocavənd rayonunun ərazisində bizim Bəhrəmli kəndi olub. O Bəhrəmli kəndini götürüb biz Əmrallah kəndinə birləşdiriblər, o kənd ləğv olunub. Deyək ki, bizim Vərəndəli kəndi olub bizim rayon arasında, onu götürüb Qaradağlı kəndi ilə birləşdiriblər, Vərəndəli kəndi ləğv olub. Xanlıq kəndi olub bizim ötən əsrin əvvəlində, o kəndi ümumiyyətlə yerdən siliblər. Yəni bunların fəaliyyəti, bütün fəaliyyəti ona yönəlmişdi ki, Azərbaycanlılar Dağlıq Qarabağdan getsinlər, onların yaşadığı yaşayış məntəqələri inkişaf eləməsin, onların deyək ki, ağıllı, savadlı, ziyalı şəxslər Dağlıq Qarabağda qalmasın. 1956-cı ilə, yəni dünyasını dəyişənə qədər Tuğ Savxozunun sədri Məhəmməd Cahangirov bu siyasətə qarşı dayanan nadir insanlardan biri olub. Kəndin qorunmasında Azərbaycanlı əhalinin sayının azalmasına yönəlmiş erməni cəhdlərinin qarşısının alınmasında onun zəhməti böyükdür. Tuğun o vaxtda heyvandarlıqla məşğul olan insanları bir neçə yerlərdə yerləşiblər. Yəni bu bizim indi bildiyimiz İmişli ərazisindən tutmuş, İmişli rayonunun ərazisindən tutmuş, da Naxçıvana, Dərəyləyəcə qədər uzanır. Və artıq bu müharibədən sonraki o salxozlaşma, kolxozlaşma yarandı. O vaxt mənim babam artıq Tuğ kolxozunun sədri idi. Və təbii ki, kəndə adamları geri qaytarmaq lazım idi. İnsanları köç etmiş, köçmüş, başqa yerlərdə qalmış, müharibənin o çətinliklərini görüb başqa yerlərə gedən insanları bir-bir o vaxt onlar tanıyırdılar və onların ağsaqqallarını, böyüklərini dəvət eləyərək onları dala qaytardılar. Lakin kəndə adamları geri qaytarmaq az idi. Kəndin gələcəyi baxımından onların övladlarına savad, bilik, tərbiyə vermək mütləq idi. Bu isə həmin vaxt qeyri-mümkün idi, çünki məktəb ermənilərin əlində idi. Həmişə iki sektor olub Tuğda. İmtahansız Azərbaycan sektor uşaqları daha az olub. Həmişə erməni sektor uşaqları çox olub. Ona görə ki, qonşu kəndlərdən hamısı gəlirdi Tuğa məktəbə, erməni uşaqları. Azərbaycan bölməsi yox dərəcəsində idi. Yəni direktor erməni idi. Heç demirdi ki, bunlar nədir, bax beləncənə. Ancaq komissiya gələndə göndərirdi, nöqsanlar axtarırdı. Ancaq bunu bir analizini, bunun bir nəticəsini göstərmirdi. 1964-cü ildə Tuğ kənd orta məktəbinin müəllimlərinin tələbi ilə milliyyətcə erməni olan direktor vəzifədən kənarlaşdırılır. Bu vəzifəyə Niyaz Cahangirov təyin olunur. Amma bu təyinat həm də o demək idi ki, bundan sonra Niyaz Cahangirov məktəb və kəndin həyatı ilə yaşayacaq. Kadırdakı müəllim Səfiyyət xanım, fotodakı xanım isə Svetlana Baxşızadədir.
Tuğ kənd orta məktəbində 1990-cı ilədək yaşananların canlı şahidləridir və onlar 1964-cü ilə qədər, yəni Niyaz Cahangirov məktəb direktoru təyin olunana qədər və bundan sonra məktəbdəki durumu yaxşı xatırlayırlar. O vaxt Niyaz müəllim gələndə 4-5 uşaqlar ali məktəbə girə bilərdi, gedirdi Bakıya, ali məktəbə. Niyaz müəllim gələndən sonra 60-70%. Niyaz müəllim elə bil ki, o məktəbə yeni bir nəfəs gətirdi. Məktəbi tamamilə dəyişdirdi. O gələndən sonra məktəb 2 proqram üzrə işlədi. Birinci, Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramı idi. İkincisi, kənd əhalisinə, Azərbaycanlı əhaliyə yardım göstərən hər tərəfli mənəvi cəhətdən, ona siyasi cəhətdən yardım göstərən bir fəaliyyət proqramı var idi bizdə, bir fəaliyyət proqramı. Bu o demək idi ki, valideynlərlə məktəb arasında elə möhkəm əlaqə yaradılmışdı ki, bu Niyaz müəllim gələndən sonra oldu. Bu əlaqə məktəbi pillə-pillə ucaldırdı. Məktəbdə elə bir şərait yarandı ki, Tuğ orta məktəbi nəinki Dağlıq Qarabağda, bəlkə deyərdim hələ Azərbaycan məktəbləri arasında da ən aparıcı yer tuturdu. Tuğ məktəbinin direktoru həmin dövrdə çox böyük vəzifə sayılırdı. Kənddə Azərbaycanlılarla bərabər ermənilər də yaşayırdı. Ona görə güclü rəqabət var idi. Həm şagirdlər, həm də müəllimlər arasında. Belə bir şəraitdə Niyaz Cahangirov kimi nüfuzlu şəxsin orada olması vacib idi. Məktəbin qorunub saxlanması, uşaqların yüksək səviyyədə təhsil alması və onların ali məktəblərə daxil olması üçün zəminin yaradılması, kənd miqyasında milli kadrların yetişdirilməsi, tək məktəbdə deyil, ümumiyyətlə kənddə Azərbaycanlıların hüquqlarının qorunması işində gənc Niyaz Cahangirovun xidmətləri danılmazdı. 1969-cu ildə isə bütün respublikada, o cümlədən Dağlıq Qarabağda vəziyyət dəyişdi. Ümumiyyətlə Azərbaycanlıların Dağlıq Qarabağda, Dağlıq Qarabağın həyatında inkişaf üçün yeni bir mərhələ açıldı. Yəni bu Ulu Öndərin Azərbaycana hakimiyyətə gəlişindən sonra başladı. Və qeyd etdiyiniz Tuğ kəndində məhz Ulu Öndərin gəlişindən sonra 625 yerlik yeni bir müasir bir məktəb tikildi. Sonradan ki, Ulu Öndərin qərarı ilə çox böyük bir məktəb inşa olunmuşdu və atam da orada yenə fəaliyyətini davam elədi və burada tam abu-hava Azərbaycan orta məktəbi abu-havası var idi. 79-cu ilin may ayı idi. Dağlıq Qarabağ Muxtar Vilayəti məktəblilərinin bir vilayət miqyaslı tədbiri keçirilirdi. Tədbir Tuğ kəndində, Tuğ kənd orta məktəbində keçirilirdi. Və bu məktəbə rəhbərlik edən məktəbin direktoru Niyaz Cahangirovdur. Mən Niyaz Cahangirovu həmin vaxtdan tanımışam. Niyaz müəllim tədbirin açılışı üçün və çıxış üçün tribunaya çıxdı. Sözə Azərbaycan dilində başladı, Azərbaycan dilində salamladı hamını, Azərbaycan dilində başladı danışmağa və sonradan erməni dilində başladı danışmağa. Məktəb direktorunun tədbiri Azərbaycan dilində açıq elan etməsi təsadüfi deyildi. Bu ənənənin əsasını Heydər Əliyev hələ Bakı Dövlət Universitetinin 50-ci il dönümündə çıxışı zamanı qoymuşdu. Niyaz Cahangirov sadəcə bu ənənəni davam etdirdi. Çünki ana dilin qüdrətini və dəyərini gözəl bilirdi. Ermənilər buna nə qədər paxıllıq etsələr də Tuğ kənd orta məktəbinin inkişafına mane ola bilmirdilər. Asif Cahangirov 1983-cü ildə Azərbaycan Maarif Nazirliyinin Baş Məktəblər İdarəsinin rəisi vəzifəsinə təyin olunandan sonra Dağlıq Qarabağ Muxtar Vilayətinə səfər edir. Onu vilayətin erməni milliyyətindən olan maarif müdiri müşahidə edirdi və göstərə bildiyi yeganə normal məktəb Tuğ məktəbi oldu. Mənə bu maarif müdiri belə cəmfəşanlıqla deyəndə ki, görürsən, bax məktəb nətərdir, mən də ona dedim ki, bu məktəbi bu günə salan məktəb direktoru var. Bu məktəbi bu vəziyyətdə saxlayan, onu qoruyan, burada
bu səliqə sahmanı təmin edən məktəb direktorudur. Özü də ki, Azərbaycanı. O həqiqətən müəllimidir. Böyük müəllimidir. Tələbələr böyük hörmətlə yanaşırdılar. O doğrudan da o müəllim idi. Orada 2 lingafon kabineti vardı. Bir dil ədəbiyyat, bir də rus dili. Çox belə zəngin laboratoriya, kimya laboratoriyası, bir də fizika laboratoriyası vardı. Belə yaxşı məktəbidir. Bilirsiniz nətər? Məktəbin içi daruşka idi. Həmin o şərait yaradılandan sonra dərslərə də həvəs olurdu. Məsələn, məndə fizika, kimya mən inanmıram ki, həvəs ola bilərdi. Amma o laboratoriyalar, o şərait, o müəllimlərin həvəsi istər-istəməz adamda həvəs yaradırdı. Qardirobumuz var idi. İlk növbədə burada üst paltarlarımızı dəyişirdik. Gəldiyimiz ayaqqabı ilə içəri keçənmədik, çünki toz olurdu, torpaq olurdu. Məktəbdə xalçalar olurdu. Keçirdik sinif otağımıza, sinif yoldaşlarımızla, dostlarımızla və ayrı bir aləmə girirdik burada. Niyaz Cahangirovun məktəbdə qurduğu yeni dünya ümumilikdə kəndin ab-havasını dəyişdirmişdi. Kənd adlansa da, amma yaşayış üslubu, yaşayış tərzi elə şəhərə bənzəyən idi. Bizdə misal üçün ailələr qol-qola girib axşamlar kinoya ya klubda rəqslər keçirilirdi. Ora gedə bilirdilər. Bizim kənddə kino 2 dəfə verilirdi. Biri uşaqlar üçün. Saat 3-də verirdilər. 3-də heç bir problem yox idi. Hamı gedə bilərdi, kinoya baxırdı, 3-də baxırdı. Sonra axşam seansına bir nəfər gedə bilməzdi. Yəni axşam gedirdik. Girəndə də bir də gördüm kinonun üstəndən bir baxdığımda kinonu dayandırdılar, işıqları yandırdılar. Niyaz müəllim girdi içəri. Deyirdi, nənən qurban, dur, vurmaq sözü yox idi, nənən qurban, sən neyinirsən burada? O söz bizə bəs edirdi ki, o söz bizim üçün hər şeydir, vurmaqdan da möhkəm idi o. Amma 1988-ci ildə insanların sevincini kədər, həyatı ölüm, sülhü, müharibə əvəzlədi. Dağlıq Qarabağda erməni ekstremistləri baş qaldırdılar. Tam başqa bir adam oldu. Müharibə başladı, tam başqa bir adam oldu. Mübarizə aparırdı, cəmaat yığılırdı. Elə belə deyildi, Niyaz müəllimin ətrafında Azərbaycan mahalı yığışmışdı orada. Mübarizə aparırdı. Niyaz Cahangirov keçmiş Hadrut rayon partiya komitəsinin bürosunda təmsil olunurdu və Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin üzvü idi. Böyük nüfuza malik idi. Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra isə Tuğ Ərazi Partiya Komitəsi və Tuğ Ərazi İcraiyyə Komitəsi yaradılmışdı. Niyaz Cahangirov həm Ərazi Partiya Komitəsinin katibi, həm də Ərazi İcraiyyə Komitəsinin sədri seçildi. Əlində olan bütün imkanlardan istifadə edib ermənilərin torpaq iddialarının əsassız olduğunu hər yerdə sübut və bəyan edirdi. Çox mərd kişi idi. Məsələn, mənim onun yadımdadır ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsi Xankəndinin o vaxt istiqamətə qoyulanda Niyaz müəllim orada çox kəskin çıxış eləmişdi. Hətta mən deyərdim ki, həyatını təhlükə altına qoyub çıxış eləmişdi. O dövrdə Niyaz müəllimlə biz tez-tez görüşürdük. Niyaz müəllim vaxtaşırı Viktor Polyanişkonun rəhbərlik etdiyi təşkilat komitəsində keçirilən tədbirlərə, iclaslara gəlirdi. Vilayətin rəhbərliyinə qarşı etirazını bildirən, açıq şəkildə etirazını bildirən, cəsarətlə onlara qarşı çıxış edən, eyni zamanda da o erməni silahlarına qarşı müqaviməti təşkil edən bir lider idi, bir ağsaqqal idi, bir ziyalı idi, bir böyük idi. Erməni silahlı qüvvələrinə qarşı o kəndlərdə özünün müdafiə dəstələrinin yaranmasına birbaşa rəhbərlik edir. O vaxtki Azərbaycan hökuməti artıq 90-cı ildə bizim kinostudiyanın silahlarını, o 5 atlanlarını Tuğ kəndində yerli əhalinin özünü qoruması üçün paylamışdılar. Və 110 ədəd 5 atlan tüfəngi gətirmişdilər Tuğa, mənim indiyəcən yadımdadır. Bir neçə könüllü dəstələr yaratmışdı. İlk döyüşlərə də həmən o dəstələr o kəndin müdafiəsində qoşulublar. Tuğ kənd orta məktəbi isə yalnız bilik və savad vermirdi. 1980-ci illərin sonlarında bura eyni zamanda daşnaqlarla mübarizə aparan Azərbaycanlılar üçün güclü ideoloji dayaq idi.
və ona görə məktəb ermənilərin də onlara Moskvadakı havadarlarının da planlarını pozurdu. Bu səbəbdən hədəfdə idi. Böyük bir burada davamız düşdü erməni sinifləri ilə. Ondan sonra qərara gəldilər ki, məktəbi iki bölsünlər, ortadan ayırsınlar. Bir hissəsində erməni sinifi olsun, bir hissəsində Azərbaycan sinifləri. Ki, bir-birimizdən qarışmayaq. Hardasa dərs qutarandan sonra da gah erməni sinifləri bizdən bir 10 dəqiqə tez çıxırdı ki, yəni çıxışda da rastlaşmayaq. Ya da ki, biz bir 5 dəqiqə, 10 dəqiqə onlardan tez çıxırdı. Bir ekstremist var idi, Vigen Grigoryan, bizlə zavod işləyirdi erməni sektorunda. Onun hətta qardaşı Yerevandaydı, Alek, gəlmişdi ki, bizə o hadisə başlayanda Niyaz müəllim sanla onu bir yola gətirin, onu qoymayın, qarışdın ona buna, nə bilim, Kurung təşkilatı var idi, nələr var idi, elə qoymayın onlarla otursun, dursun. Sonradan məlum oldu ki, Vigen Grigoryan Tuğ kəndinin yaxınlığında yerləşən başqa bir kənddə ekstremist Kurung təşkilatının gizli iclaslarında iştirak edir və Tuğa qayıdaraq aldığı təlimatları yerinə yetirilmiş. Əsas təlimat Azərbaycanlıları təxribata çəkmək idi. Ermənilər erməni bayrağı asmışdılar. Gecə asıblar. Səhər dururlar ki, uşaqlar hamıda, millət durur ki, kənddə erməni bayrağı kəndin mərkəzində asılıdır. Həmin o uşaq, birinci şəhid olan uşaq o bayrağı düşürdü. Onun üstündə onu məktəbdə kürəylə vurdular. Ondan sonra bu məktəb bağlandı. Köçdülər başqa yerə, bura Rus hərbiçilər yerləşdirildi. Orada biz məsələ qaldırdıq ki, bəs bu təhlükədir, bəs bəlkə dərs prosesini dayandıraq. Niyaz müəllim qəti etiraz elədi, dedi ki, biz bir dənə geriyə addım atsaq, onda onların ayaqları yer alacaqdır. Onların arxasında duran Sovet ordusu var idi. Hansı ki, o Sovet ordusu ortada dayanmışdı ki, o sülhbaranlı rolunu oynayırdı ki, onlarla bizi deyək ki, aramıza dayanırdı ki, münaqişə qızışmasın, davam eləməsin, bunun qarşısını alsın. Amma onlar əksinə bir mənalı şəkildə ermənilərin tərəfində durmuşlar, düşmən tərəfində durmuşlar. Onların silahlı basqınlarında istifadə edirdilər, onların arxasında dururdular, onları silahlandırırdılar, onlara dəstək verirdilər. Biz isə demək olar ki, başsız qalmışdıq, arxasız dayaqsız qalmışdıq. Hətta bir dəfə Polyanişki bax bura gəldi, bu məktəbdə bizi qəbul etdi. Polyanişka qəbul etdi, ancaq heç bir nəticə olmadı. Bütün bunlara rəğmən müqavimət davam edirdi. Niyaz Cahangirov susmurdu, qorxmurdu və heç bir hədə-qorxudan çəkinmirdi. Bizə qapımıza bir dənə kağız gətirdilər burada. Kağız gətirdilər ki, Niyaz müəllim, qol çək buna. Dedi, nədir, nəyə qol çəkim? Akazısı orada Tuğ, belə Qarabağ Ermənistana keçir. Niyaz müəllim qol çəkmədi, daimdi, nə dedi, nə demədi bilmirəm, qovdu qapıdan. Erməninin də, erməniyə havadarlıq edən o dövrdə orada olan mərkəzdən gələn hərbiçilərin də və bunların məqsədi bizi susturmaq idi. Ya gərək səni qorxuza, sən ondan qorxub susasan, ya da gərək səni öldürə. Bütün bu vasitələrdən həm ermənilər, həm o hərbi kontingentli var idi, SSR daxili qoşunlarının komendanturaları. Bunlar istifadə edirdilər. Bax, bu hadisələr Niyaz Cahangirovla bağlı dəfələrlə olubdu. Sui-qəsd məsələsi də, qorxuzmaq məsələsi də, cürbəcür hərəkətlər də. El-oba arasında belə yüksək hörmətə malik olan hər bir Azərbaycanlı ermənilərin hədəfində olubdur. O vaxtı imkanları çox geniş idi, xaricdən onlara böyük maliyyə dəstəkləri gəlirdi və elə adamların öldürülməsinə hətta o vaxt yollardan pul da ayrılırdı. Öz kəndi üçün və eyni zamanda qonşu kənddə, hətta Füzuli rayonu üçün, insanlar üçün həmişə o kömək əlini uzadıbdır. Biraz ondan qorxurdular. İstəmirdilər o cür güclü insanın Azərbaycanlılar tərəfdə olmağına. Çünki Niyaz mənim çox güclü insan idi axı. Kremlin nəhəng cəza maşını, ermənilərin qan püskürən terror təşkilatları bir Azərbaycanlı kəndin məktəb direktorunun iradəsi qarşısında aciz qalmışdı. Təzyiqlər, hədələr nəticə verməyəndə Niyaz Cahangirovu öldürmək əmri verilir.
xəbər gəldi ki, kəndə girişdə atam maşını yəni partlatdılar və onu onlar öz Ermənistanda Tuğ haqqında çəkilmiş bir film var idi. Orada onu işıqlandırıblar. Atamın adını da çəkiblər ki, biz onu suiqəst eləmək istəyirdik. Վրեժ ջոկատի հրամանատար Վիգեն Գրիգորյանը Ֆիզուլի տող մայրուղու վրա իր տղերքի հետ պայթեցրեց Հադրութի շրջկոմի քարտուղար Ջահանգիրովի մեքենան. Atam çox təsadüf nəticəsində o maşında olmadı. 31 oktyabr 1991-ci ildə Ermənistanın silahlı qüvvələri Azərbaycanın Tuğ kəndini işğal etdi. Kəndi sonuncu tərk edən insan Niyaz Cahangirov idi. O Tuğ kəndini döyüşə tərk edib. Mən təsəvvürə gətirmirəm ki, kiməsə atamdan çox təsir eləmişdi bu Qarabağın torpaqlarının alınması. Yəni bunu mən bu adam ancaq ondan yaşayırdı. Kəndin işğal olunması son değildi. Bu, yeni mübarizənin, yeni çətin yolun başlanğıcı demək idi. Bir neçə dəfə məcburi köçkün həyatı yaşamalı olan Niyaz Cahangirov 1992-ci ilin ortalarında yeni fəaliyyətə başlayan Xocavənd rayon icra hakimiyyətində işləmək təklifi alır. Rayonun həmin dövrdə bizim çox ciddi problemlər vardı. Həm cəbhə xəttində döyüşlər gedirdi. Həmin dövrdə mən şəxsən özüm Niyaz müəllimdən xahiş elədim ki, biz bu işləri rayon qurmalıyıq, yaratmalıyıq, kadrları tapmalıyıq, yetişdirməliyik, formalaşdırmalıyıq. Niyaz müəllimin təcrübəsinə çox böyük ehtiyacımız var idi. Həm təcrübə lazım idi, həm peşəkarlıq lazım idi, həm millətinə, dövlətinə, vətəninə bağlılıq lazım idi, vətənpərvərlik lazım idi. Yəni bu istiqamətdə Niyaz müəllim əvəzsiz bir insan idi. Evini məcburi tərk etmiş, soyqırımına məruz qalmış, məhrumiyyətlər yaşamış insanların sosial problemlərinin həlli ilə gündəlik məşğul olmaq, bu yükü hər gün daşımaq ağır məsuliyyətdir. Niyaz Cahangirov bu məsuliyyəti daşıyırdı. Bir ağsaqqal kimi həmişə köməyə ehtiyacı olan insanların yanındaydı. Amma o, ilk növbədə müəllim idi. Vətən naminə öyrədən, vətən üçün yetişdirən müəllim. Cənab Prezident Silahlı Qüvvələrimizin Ali Baş Komandanının dediyi kimi, yəni dayanmadan bizim gənclərimiz bu ruhda yetişdirilib. Vətən sevgisi, düşmədən nifrət hissi, yəni hər gün biz bu işlərlə tərbiyə ola gəlmişik, yəni fəaliyyət göstərə gəlmişik. Və Niyaz müəllimin də ən böyük arzusu, ən böyük istəyi Tuğ kəndinə qayıtmaq idi. O öz torpağına, öz nəslinə, kökünə, vətəninə olduqca bağlı, dəyərli bir insan idi. Yəni o elə torpağın özü, vətənin özü idi. Bugün əgər biz möhtərəm prezidentimizin ətrafında birləşib Qarabağı, o cümlədən Tuğ kəndini işğaldan azad eləmişiksə, burada hardasa Niyaz müəllimin də rolu var, təbii. O, gəncləri uşaq vaxtdan hazırlayırdı. Bu gün üçün hazırlayırdı və o onda alınırdı. Mən vətənpərvərliyi babadan öyrənmişəm. Yəni ki, getdiyim gündən bəri kim məndən soruşsa da uşaqlıqdan həmişə haralısan deyə soruşduqlarında Tuğ demişəm və həmişə onu başa salmağa harda olduğunu, necə olduğunu, yəni o uşaqlıqdan bəri o hələ də keçməyib. Elə sevinərək, sevinclə danışırdı ki, amma həmçinin də o həsrəti görə bilirdiniz onun gözlərində. Ona görə yəni kədəri həmişə olurdu gözlərində Qarabağ barədə danışanda bəli. Həmişə Tuğ haqqında danışanda onun gözü yaşardı. Ona görə mən hiss edirdim ki, o buranı necə dəhşət çox sevir və o sevgini də o bizə vermək istəyirdi və elə də elədi. Düzdür, çox az görmüşəm mən babanı, amma o qədər təsir eləyibdi ki mənə. Elə hiss eləyirəm ki, həyatımın formalaşmasında ən böyük təsir babadandır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli sərəncamına əsasən 2010-cu il aprelin 23-də Xocavənd rayonu Tuğ kənd orta məktəbinin 125 illik yubileyi qeyd olundu. Niyaz Cahangirov həyatını bağışladığı məktəbin yaşını sonuncu dəfə qeyd edirdi. O, həmin ilin avqustun 9-da dünyasını dəyişdi. Amma ömrünün son çağında yaşadığı illərə bir daha baxarkən müəllim kimi şagirdlərinə axırıncı məsləhətini də verdi. Ürəkdən inanın. Ömrümün keçdiyi illərə nəzər salarkən görürəm ki, əmək fəaliyyətimin böyük hissəsi ümummilli liderimiz
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Səmimi deyirəm, buna görə özümü çox xoşbəxt sanıram, qürur hissi keçirirəm. Ulu öndərlə görüşmək, şəxsən onun öz əllərindən dövlət təklifləri almaq şərəfi də mənə qismət olub. Dağlıq Qarabağda hadisələrin daha çox düğyan etdiyi dövrlərdə Naxçıvanda yaşayan Heydər Əliyev bölgə əhalisinə öz köməyini heç zaman əsirgəməmişdi. Bugün fərəh hissi ilə qeyd edirəm ki, ölkəmizdə Heydər Əliyev ideyaları uğurla, ardıcıllıqla həyata keçirilir. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasəti Xocavəndlilər tərəfindən razılıqla qarşılanır. Onun ağıllı və çevik siyasəti nəticəsində düşmən tapdağı altında qalan torpaqlarımız azad olunacaqdır. Biz hamımız buna ürəkdən inanırıq. Bu inamla bütün Azərbaycan xalqı yaşayırdı. Bu inam bütün Azərbaycan xalqını yaşadırdı. Və bu inam Azərbaycan xalqını hər gün, hər saat, hər saniyə irəliyə, qələbəyə doğru aparırdı. Həm iqtisadiyyatda, həm hərbi quruculuqda, bütün sahələrdə. Çətin idi, ağır idi, amma Azərbaycanın qarşısında heç bir maneə tab gətirə bilmirdi. Biz hansı bir qətnaməni əldə etmək üçün, orada Qarabağla bağlı kiçicik bir cümlənin olması üçün Azərbaycan diplomatiyası, Azərbaycan Respublikasının prezidentinin rəhbərliyi ilə ciddi mübarizə aparıb, müharibə aparıb. Biz damla-damla, addım-addım bu qələbəyə yaxınlaşmışıq. Nəticə, vətənin bütövlüyü uğrunda 44 günlük savaşda Azərbaycan gənclərini irəli aparan Azərbaycan dövlətinə, öz ali başkomandanına inam. Onun yumruğunu dəmirə çevirən birlik idi. Bu, Azərbaycanı böyük zəfərə çatdıran, Qarabağın azadlığını vəsiyyət edən ataların, qəlblərində doğma torpağın niskilini aparan qardaşların, övladların ruhlarını şad edən, vətəni bütövləşdirən birlikdir. Mən bugün eyni zamanda Ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim. Onun ruhu qarşısında baş əydi. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdik. Bu böyük qələbədir. Və şəhərlərimizin, Ulu Öndərin ruhu şaddır bugün. O ruhlar şaddır ona görə ki, dağıdılmış, amma özünün müqəddəsliyini qoruyan, insanı dəyərlərlə zənginləşdirən divarlar nəhayət vandalların zülmətindən xilas oldu. Mən demək olar ki, 44 gün müddətində elə ordumuzla birlikdə bu döyüş ərazilərində olmuşam və Tuğ kəndi azad olunandan sonra mənim ən böyük arzularımdan biri Tuğa getmək idi. Yəni, mən açığını deyirəm, məhz Niyaz müəllimə görə getmək idi. Deməli, Tuğ kəndinə getdim, orada çıxdım, o məktəbin, uçuq məktəbin o binasının qarşısında durdum. Elə bil Niyaz müəllim bir daha belə o gülər üzü, siması gözlərimin önünə gəldi. Mən elə bil ondan söhbətləşdim. Mən rahat oldum ki, onun ruhu şad. Heyf ki, atama qismət olmadı ki, bu bizim müzəffər ordumuz, bizim Müzəffər Ali Başkomandan ki, bu əraziləri bizə təkrar qayıtmaq nəsib elədi. Bizim bütün nəslimizin adından, bütün keçmiş, yəni atalarımızın ruhunun adından biz Ulu Öndərin ruhuna və onun evladı ki, onun siyasətini daşıyır, Ali Başkomandanımız, prezidentimiz, Müzəffər başçımız İlham Əliyevə biz dərin minnətdarlığımızı bildiririk. Bildiririk ki, onun sayəsində, onun iradəsinin sayəsində, onun qərarlarının sayəsində və bizim bu torpaqlarda hər bir qarışında şəhidlərimizin tökülən qanının sayəsində biz bu torpaqlarımızı geri qaytarmışıq ki, inanın ki, sevincimizin həddi-hüdudu yoxdur. Azərbaycan xalqına ucu bucağı görünməyən və əbədi olaraq fərəh hissini yaşadan 10 minlərlə igidin sırasında Xocavənd rayonundan 223 gənc də var idi. Onlardan 9-u şəhid oldu. 9 noyabrda Tuğ kəndi erməni işğalından azad edildi.
Bu tarixdə qəhrəmanlıq salnaməmizdən ilham alan aslanlarımızın bir vətən eşqi var. O eşqi bu insanları 30 ilə yaxın davam edən ayrılıqdan sonra doğma məktəbinin dəhlizlərinə gətirdi. Tuğ deyərək bu dünyaya gözlərini əbədi yuman insanın arzusunu yerinə yetirdi. Bu divarlar dünən də, bugün də, sabah da Azərbaycan xalqına doğmadır. Çünki bura hər zaman məktəbdir. Dəyərləri, ömürlərin mahiyyəti və mənasına çevirən məktəb. Onu qorumaq, yaşatmaq, oranı yenidən bilik, savad məbədinə çevirmək isə güclü və qüdrətli Azərbaycan dövlətinin daimi missiyasıdır. Çünki Tuğ Qarabağdır. Bura qədim Azərbaycan torpağıdır. Tuğ kəndi həmişə Azərbaycan kəndi olur. Bundan sonra da olacaq. Bütün Qarabağda olduğu kimi erməni işğalından azad edilmiş Xocavənd torpaqlarında, Hadrutda, Tuğda işıqlı, mənəvi dəyərlərlə zəngin həyatın təməlləri atılır. Hadrut, Cəbrayıl Şükürbəyli, Tuğ Hadrut və Füzuli Hadrut yolları xalqın, dövlətin çiçəklənməsinə xidmət edəcək. Hadrutda tikilən yeni məscid insanların daxili aləmini əxlaqi və etik normalarla zənginləşdirəcək. Təməli qoyulan 35 kilovoltluq yeni Hadrut yarımstansiyası isə bu gözəl işlərə işıq verən mənbələrdən olacaq. Və bu hələ başlanğıcdır. 9 oktyabr 2021-ci ildə, yəni Hadrut qəsəbəsinin erməni işğalından azad olunmasının 1-ci il dönümündə Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndinə səfər edən Prezident İlham Əliyev bundan sonra burada tez-tez görüşlərin keçiriləcəyini bildirdi. Tədbirlər, açılışlar çox olacaq. Əsl sahibləri yenidən bu torpaqlara sülh, əmin-amanlıq, inkişaf gətirəcək və bu sülh həmişəlik olacaq. Çünki Qarabağ əbədiyyən Azərbaycandır. Burada turizm yerləri, sonra sanatoriyalar, cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür.